burada Təhsil Nazirliyinin qarşısında təkcə 30 nəfər yığılmamışıq. Ölkədə olan 2500-dən artıq kimya müəllimlərinin əvəzinə yığılmışıq. Yəni biz həm də onların səsiyik. Təbii ki, biz hamımız burada yığıla bilməzik. Bizim etirazımız 24 iyun tarixində ölkədə kimya müəllimlərinə qarşı olunan sertifikasiya imtahanındakı ədalətsizlikdən danışırıq. Yəni bu həqiqətən bir qərəzli, bir ədalətsizlik imtahanı təşkil olundu. Bizim necə deyərlər, haqlarımız tapdalandı bu imtahanda. Nəyə görə? Çünki imtahanlarda verilmiş suallar heç də kimya suallarından uzaq edir. Əksəriyyəti riyaziləşdirilmişdi. Biz riyaziyyat müəllimi deyilik, biz kimya suallarımızı görmək istəyirik imtahanda. Suallar bizim məzmun xəttimizdən çox uzaq edir. Verilmiş çərçivə sənədindən çox uzaq edir. Halbuki bizə çərçivə sənədi təqdim olunmuşdu. Sualların əksəriyyəti riyazi xarakterli, uzun-uzadı hesablamalı olduğuna görə biz çatdıra bilmədik sualların həllini demək olar ki, və sualların əksəriyyəti anlaşılmaz vəziyyətdə verilmişdir. Yəni 15-20 dəqiqə bir suala vaxt sərf edib hesablayırıq, axırda görürük ki, ümumiyyətlə cavab alınmır. Və bu nəinki həmin suallarda bizim psixoloji durumumuza da biz təsir göstərdi və biz digər suallarda artıq psixoloji durumumuz pozulmuş vəziyyətdə həll etməyə başladıq. Yəni, necə deyərlər, uyğunsuz olan suallar o bir suallarda düzgün həll etməmənizə gətirib çıxartdı. Sonra biz nəyə etiraz edirik? Niyə görə İMEN-də məhz kimya fənnində olan nəticələr 50+ göstərən müəllimlərin faizlə göstərilmesi digər fənlərdən çox-çox aşağıdır. Ona görə biz etiraz edirik ki, bu nazirliyin qarşısında bizim kimyadan imtahanımız yenidən təşkil olunsun. Məhz kimya müəllimlərinin ölkənin ən savadsız müəllimləri oldu. Hansı ki, son illər olimpiyadalara göndərilən uşaqlar məhz kimya fənnindən olmuşdur. Kimya müəllimləri gələcəyin həkimlərini yetişdir, amma indi özləri savadsız kadrlar oldular. Yəni biz buna etiraz edirik. Bizim imtahanımız yenidən təşkil olunsun. Biz burada bal söhbəti eləmirik. Burada yığılan müəllimlərin heç biri kəsilmiş müəllimlər deyil. Mən qarşı biz burada sadəcə imtahanın yenidən ədalətli şəkildə keçirilməsini istəyirik. Salam bala. Mənim gəlinim 24 iyun sertifikasiya imtahanında haqsızlığı, ədalətsizliyi qəbul edə bilmir. Çox pis vəziyyətdə yerdə xəstə 3 uşaqla kirada. Həm maddi vəziyyəti, həm özü xəstə qoyub, uşaqlar da bir qapını bağlayıb qoyub mən gəlmişəm. Mənim gəlinimin vəziyyəti çox pisdir. Mən prezidentimizdən, Mehriban Əliyevadan haqq, ədalət istəyirəm. Bu cavan müəllimlərimiz üçün, həm mənim gəlinim üçün haqlı, ədalətli qərar istəyirəm. Onlardan xahiş edirəm artıq dərəcədə. Bu cavan balalarımızın, bunlar bəs institut tutarıb, diplom alıb, onda bir diplom nə məna verir, nə mənası var bir diplomun? Hamısı əla oxuyun məktəbi. İndi bu imtahanda mənim gəlinim də özüm soruşmuşam. Çox çətin olub, heç kimya müəllimlərdə aid olmayan suallar salınıb, çox çətin suallar salınıb. Nətədir, çox bəyənilməzdir də, bəyənilməz suallar. Mən prezidentimizdən, Təhsil Nazirliyimizdən, adiyyəti orqanlarımızdan, mənim bu balalarım üçün, nəvələrim üçün, gəlinim üçün haqq, ədalət istəyirəm. Bu qədər.